Rusiyanın Kuril adalarında yaşayan 118 yaşlı kişi Yuri Takashi dünyanın ən yaşlı insanı elan edilib. O 1908-ci ildə anadan olub. Takashinin sənədləri, doğum şəhadətnaməsi və digər arayışlar müvafiq yerli qurumlar tərəfindən təsdiq olunub. Uzun ömürlülüyünün rəsmi şəkildə Guinness Dünya Rekordları tərəfindən tanınması prosesi hələ də davam edir. Məlumata görə Takashi xroniki xəstəliklərdən əziyyət çəkmir, balanslı qidalanır və sağlam həyat tərzi sürür. Günlük qidalanma rejimi: səhər 7-də, günorta 11-də yüngül qəlyanaltı, axşam isə 17:00-da, yəni saat 5-də şam yeməyindən ibarətdir. Gün ərzində 118 yaşlı Takashi çay və ya qəhvə içir. O həmçinin gündəlik ev və bağda aktiv fəaliyyətlərlə məşğuldur və COVID-19 dövründə xəstələnməyib. Hazırda dünyada rəsmi sənədləşdirilmiş ən uzun ömürlü sakini 122 il 164 gün ilə Fransalıya məxsusdur. O 21 fevral 1875-ci ildə anadan olub.